Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz Azərbaycan dilindən səhifə 26, fəsil 1 diqqət təhlükə adlı hissədir uşaqlar. Gəlin ətraflı bunun haqqında danışaq. Kitabların cildlərinə baxın. Sizcə bu kitablarda nə haqqında məlumat verilir? Sevil Turanın Heyvanlar və Quşlar əsəri var, kitabı var. Burada heyvanlar haqqında, quşlar haqqında məlumat verilir. Onlar harda yaşayırlar, nə ilə qidalanırlar və s. İkinci Elçin Altayın meyvələr haqqında olan əsəridir. Hansı meyvələr daha çox enerji verir? Hansı meyvələrdə hansı vitamin var? Hansılar ağacda bitir, hansılar çöldə bitir və s. və s. Belə məlumatlar var. Toğrul Elgünün Təhlükə nədir əsəri isə biz təhlükədən necə qorunmalıyıq, hər gün hansı təhlükələrlə üzləşirik və s. bunun haqqında məlumat verilir. Təhlükə nədir kitabının müəllifi kimdir? Uşaqlar, Təhlükə nədir kitabının müəllifi dediyim kimi yuxarıda yazılıb. Toğrul Elgündür. C-yə baxırıq. Təhlükə nədir kitabında verilmiş fəsillərin adlarını oxuyun və suallara cavab verin. Evdə təhlükə, yolda təhlükə, yadlar və biz, yanğın. Kitabın neçə fəsil var? Kitabın 4 fəsli var. İkinci fəsil necə adlanır? Yolda təhlükə adlanır. Üçüncü fəsildə nədən bəhs edilir? Yad insanlardan və onlara qarşı münasibətdən, yəni uşaqlar, yadlar və biz. C-yə baxırıq. Deməli, soruşur, aşağıdakı şəkillər təhlükə nədir kitabın hansı fəslinə aiddir? Gəlin baxaq. Birinci şəkil evin yanması ilə bağlıdır. Bu olacaq evdə təhlükə. İkinci şəkil yol piyada qaydalarıdır uşaqlar. Olacaq yolda təhlükə. Üçüncüdə isə bu aiddir uşaqlar. Nəyə? Üçüncü isə yadlar və bizə aiddir uşaqlar. Bu arada uşaqlar birinci şəkili həm evdə təhlükəyə aid etmək olar, həm də ki yanğına aid etmək olar. Yəni hər ikisinə aiddir. Sonra şəkillər üzrə danışın. Bir qızın deməli çiçək dərməsi, oğlanın balıq tutması və bir oğlanın da meşədə tonqal qalaması ilə bağlıdır. Sonra mətni oxuyun, suallara cavab verin. Ayxan su içmək istədi, su şüşəsi əlindən düşdü, şüşə qırıntıları ətrafa dağıldı. Sizcə bu hadisə hansı təhlükələr yarada bilər? Şüşə yoldan keçən canlıların təhlükə üçün yarada bilər. Yəni biz insanların, heyvanların ayağına bata bilər, əlinə bata bilər. Belə təhlükələr yarada bilər. Mətndə neçə cümlə var? Ayxan su içmək istədi. Bu bir cümlə. Su şüşəsi əlindən düşdü. 2 cümlə. Şüşə qırıntıları ətrafa dağıldı. 3 cümlə. Belə. Deməli 3 cümləmiz var. Cümlələri oxuyun, şəkillərlə uyğunlaşdırın. Qaz sobasına yaxın durmayın. Yad adama qapı açmayın. Elektriklə oynamayın. Uşaqlar, birinci şəkil elektriklə oynamayındır. İkinci qaz sobasına yaxın durmayındır. Üçüncüsü isə yad adama qapı açmayındır. Belə. Sonra İşarələrə aid olan cümlələri oxuyun. Hər bir təhlükə haqqında bildiklərinizi danışın. Həyətdə it var. Bu təhlükəli itin ola biləcəyi qorxmamağınızı və yaxud qorxa biləcəyinizi və yenə də ehtiyatlı davranmağınız olduğunu söyləyir. İkincidə isə yol təmir qaydaları ilə bağlıdır. Yol təmir olunur. Yəni uşaqlar, bu yol bağlıdır. Digər alternativ yoldan, digər yoldan istifadə edin deməkdir. Şeiri oxuyun, suallara cavab verin. Uşaq və buz. Dərsə gedən bir uşaq çıxdı buz üstə qoçaq. Sürüşdü birdən-birə, düşdü üz üstə yerə. Uşaq hara gedir? Məktəbə. O nə üçün yıxıldı? Buz üstə sürüşdü ona görə. Yolda hansı işarələr olsaydı uşaq ehtiyatlı olardı? Gəlin baxaq. Yolda hansı işarə olsaydı uşaq ehtiyatlı olardı? Yolda uşaqlar B şəkili, yəni burada göstərdiyimiz şəkil, yəni buzda yıxıla bilib, sürüşüb yıxıla bilərsiniz.
təhlükəsidir. Ona görə bu şairi olsaydı bəlkə uşaq yıxılmaya bilərdi. Sonra cümlələri oxuyun, təhlükə bildirən cümlələri köçürün. Balta itidir, ayı yatdı, ot yandı, baba nar aldı. Uşaqlar, baltanın it olması bizim əlimizin, ayağımızın və yaxud hər hansı bir bölgəmizin kəsilməsi ilə nəticələnə bilər. Təhlükəli cümlə budur. Bir də otun yanması təhlükəli cümlədir. Yəni ot yandı, bu da təhlükəli cümlədir. Digərlərində ayı yatdı və baba nar aldı. Burada təhlükəli heç bir şey yoxdur. Sonuncuya baxırıq. Yaradıcı iş, cümlələr oxuyun, həmin cümlələrə uyğun işarələr düşünün və şəkillərini çəkin. Uşaqlar, bu artıq sizin evdə və yaxud məktəbdə görə biləcəyiniz işdir. Çünki burada onun şəklini çəkə bilmərik. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik.